Herkese salamdırsa, mən Amin YouTube kanalıma xoş gəldiniz. Bu günlər sizinlə yepyeni bir video ilə qarşınızdayım. Bu günlər sizinlə nə çəkirəm? Bu günlər sizinlə başlıqdan da anladığınız kimi 24 saat yalnız abur-cubur yeyəcəm. Belə videoların davamı gəlməyi istəyirsinizsə, təbii ki də bunu mənə like ataraq bildirərsiniz. Bu videoyu tamına 30 like istəyirəm. Yəni abur-cubur videolarımın hamısı çox izlənən videolar olub. Yəni ki 500-400 abunəm olan vaxtları 800, 1000, yəni ki, enerji içkisi qarışdırmağa 1000-dən çox baxış gəlib. Yəni ki, bu da hamısı sizin sayənizdən olub. İnşallah məqsədimiz 10.000 abunə olmaqdır. Tezliklə 10.000 abunə olarıq. Hər videomda da deyirəm ki, yəni tez videolar gələcək, amma vaxtım olmamağının səbəbindən gəlmirdi. İndi inşallah yəni ki, işim olsa da olmasa da yəni ki YouTube'a tez videolar atacağım. Yəni sosial şəbəkədə çox aktiv olacağam. TikTok'da aktivəm. Yəni ki YouTube'da da shorts videolar paylaşıram. O da yəni ki bir aydan, 2 aydan bir paylaşıram. İnşallah YouTube kanalıma tez uzun videolar atacağım və aktivliyim çox ölüb. Adicə ton videoma bir günə heç 40 baxış ancaq gəldi. Yəni bir aya milçək eləcə öldürdü. Yəni bir aya yəni ki 100 neçə baxış gəlir. 110 da deyil da. Yəni ki aktivliyim təmiz əməlli ölüb. Ona görə də tez videolar çəkəcəm ki aktivliyim də qalxsın. İndi bu videoya tamına 30 like gəlsə, yəni ki tez videolar, lap tez. Yəni həftədə deyirəmsə 2 video çəkəcəm. Yəni ki həftədə 3 video çəkəcəm. İnşallah yəni ki ona da tezliklə like və baxışlarım çox olar. İndi getdik səhər yeməyə. Hə dostlar, getdim abur-cuburlarımızı aldım. Yəni ki gördüyünüz kimi bir dənə belə bir keks aldım. Bir dənə beləcə balaca bir mini rol almışam. Yəni bir dənə belə yenə ruletimiz var. Bir dənə belə meyvə şirəmiz var. İndi yəni ki bu səhər yeməyimizdir. Hansısa saat rolunu yəni ki 10 tamamdır. Yəni çöpü soxumuzdan başlayaq. Bu günləri səhər günorta axşam yəni 24 saat abur-cubur yeyəcəm. Belə videoların tamamı gəlməyi istəyirsinizsə təbii ki də yenə bunu mənə like ataraq bildirə bilərsiniz. İndi gedək çöpü soxumuzun dadına baxaq. Yəni ki indi qiymətlərini də deyəcəm. Yəni bunu 30 qəpiyə almışam. Mənim dadı istəyir, yaxşıdır. 30 qəpiyə məsəl üçün deyə bilər. Yəni görək indi belə bir balaca üstü şokoladlı belə yeməyimiz çıxdı. Yəni ki şinyatımız çıxdı. Çox mən qəşəng gedir. Belə bunun balaca olmağına baxmayaraq mən bunu 40 qəpiyə almışam. Dadı əladır. Ən sevimli şokoladım gəldi. Yəni ki çox super dadı var. Gələn qədər yəni ki bunu təmiz əzilib. Bunun da qiyməti 40 qəpdir. Bu da 40 qəpdir. Bunu gedək dadına baxaq. Yəni ki içi hal-hazırda belə bir şeydir. İndi 24 saat yalnız şirinət yeməyə çalışırıq. Əlbəttə bunun dadı lap qəşəng idi. Yəni ki biraz dadına dəyişiklik var. Rulet balaca olmağına baxmayaraq bundan dadırdı. Yəni ki dadı belədir. Elə də deyirəm ki bir manatdan abur-cubur. Həm təmiz şirinət olur. Belə ruletimiz var, görünə çıxır. Belə yeşə gözlənir. Bunu ya 50 qəpiyə aldım, ya 40 qəpiyə. Kamerada deyil. Görsəndiyi kimi deyil. Yəni içində sizə rahat görsədim. Belə belə balaca bir şey də olsa nəsə qoyublar içinə. Sizdə balaca bir
Cızma kimi belə qara şokoladı var. Bunu keçək dadına baxaq. Şafak bilen keks vardı, boğan keks. Yiyip geri de adam boğazına kaldı. Yani belə bir şey dadır. Şimdi bu dəqiqə var. Yəni uşaqlıqdan çox yediyimiz şirniyyatlardan olur. Kim yiyibsə zəhmət olmasa yoruma da yazar. Ha, bunun dadı elə də xoşuma gəlmədi. Yalnızca 40 ev çəkdi. Ama 40 evin yani çağırım geldi. Kesinlikle. Şimdi yani ki bulanmaktansa 40 eviye onunla 30 eviye 40 eviye de var yani ki onlarsa ondan 1000 qat yaxşıdır. Hem tat zəhətlə doydurma baxanda yəni kişi alan pul doydurur. Buxarlı indi videoda qutarandan sonra bir dənə bu şeyi partlatmaq var. Ama səhər yeməyimizi yedik. İndi günorta saat 2'nin yarısını gözləyib günorta yeməyini başlayacaq. İndi getdik günorta yeməyinə. Hə dostlar, indi yəni ki günorta gəldi. Saat 1'ə 10 dəqiqə qalıb. Yəni ki demişdim saat 2'nin yarısı çəkəcəm videonu. İşim olduğuna görə yəni ki videonu da aradan çıxartmaq üçün dedim indi 1-10 dəqiqə qalmış çəkim. Fərqi yoxdur, yəni günortadır. Yəni 1'in yarısından sonra yəni günorta başladı. Yəni 12'dən sonra günorta başlayır. Belə gördüyünüz kimi yenə həminki belə çoxlu sokumuzdan var. Yəni bunu xaladenika qoymuşdum. Onu götürdüm. Onu biraz buzluyub. Gördüyünüz kimi belə bir dənə tutkumuz var. Bu da yəqin İran tutkusu satdı belə fason. Bir dənə burada yəni ki vazgeçilməz bir dənə fanat. Yəni ki ən dadlı suxarif yəni tez yediyim bir yəni abur-cuburdur. Gördüyünüz kimi bir dənə belə almışam toyuqlu. Bir dənə belə keks var. Bir dənə ən xoşladığım kekslərdən biridir. Sütü bananlıdır. Gördüyünüz kimi yəni abur-cubur videolarında da çəkdiyimdə görmüş olarsınız yəqin. Belə şimdi keçək bunun dadına baxmağa yenə başlayaq birinci. Yəni ki avqust ayı hava təmizlidir. Yəni ki meyvə şirəsi soyuq olan da lap qəşəng olur. Yəni dadı yaxşı olur belə. Çox soyuqdur həqiqətən. Meyvə şirəmizin də dadına baxdıq. İndi keçək yəni ki şirniyyat olduqda belə abur-cuburlar yəni ki yaddan çıxır. Mən şirniyyat xoşlayan insanam. Keçək. Bunun qiyməti 40 qəpikdir. Mən məhəllə marketlərindən almışam. Belə supermarketlərdə qiymətini bilmirəm. Rayondayım deyə elə yəni ki məhəllə marketlərindən alıram. Bir də supermarketlərə getməyə ehtiyac yoxdur. Gördüyünüz kimi əlbəttə bunun içindəki yəni banan sosudur, belə bir şeydir. Sos da deyəndə ki kremin fasonu yəni ki artıq qoyurdular. İndi biraz aldıqlar. Bunun qırmızı rəngini yemişəm. Bananlısın videoda. Yəni ki bananlısın zaten hər cürəsini yemişəm yeməyinə. Yəni ki belə bunun da dadı indi baxaq dadı necədir. Qırmızısının dadı həmişə çox idi. Yəni daha deyəndə ki kremi çox olurdu. İndi bunun dadına baxaq. Yəni ki videoya dayandırıram tez-tez. Yəni ki indi sizdə görünmür, yəni ki məndə görünür. Dad test eləmirəm, yəni ki eləcəm, yəni də dadlarını bildirirəm. Yəni bu da pis deyil. Yumuşaq deyən ki bunu əvvəlcə kremini çox elədilər. İndi azaldıblar. Tez-tez çöpü soqdan istəyimə görə çöpü soqda salmağa başlayır. Onun da dadına baxaq, qutarsın. Gördüğünüz kimi belə bir fanat suxarikimiz var.
Göy tuğladım indi, lap uzağa getdi. Yəni ki, belə, indi belə bir uzunluğundadır. Bunun həqiqətən fanat mən xoşlayanam. Bu çöplü sokuna yox. Gərək bunu axşam ki, yeməyin abur-cuburlara saxlayardım. Bunu kola ilə içərdim, daha açdım. Belə. Yəni bu çöplü sokuna heç ləzzət eləmədi. Ancaq belə daha süper idi. 20 saat çöplü gedib. Həmişə də gerçəkdən Allaha qırıq çıxıb. Bu da salamat çıxdı, içinə qırıqlar var. Bu yəqin İran məhsullarında sıkıntı çəkmişdim. İran məhsulda gördüyünüz kimi İran hərflərlə yazılıb bu ya. Dadı pisliyi içində 6 ədəddir. Qiymətləri yadından çıxdı. Bu fanat suxariki məhəllə marketlərində 20 qəpikdir. Belə indi bilmirəm supermarketdə dəqiq bilmədiyim üçün ya 35 qəpikdir, ya 40 qəpik zat belə olar. Balazası. İndi bunun böyükləri var. Bir də lap böyük. İçində ketçuplu olanı var. Həm sadəsi, yəni 20 qəpik alınan məhəllə marketindən belə 20 qəpiyə də çox həqiqətən dəyər, ideal bir abur-cuburdur. İndi belə, yəni ki, yer yoxdur yeməyə, şirniyyatın ikisini də yemişəm deyə. Videonun məqsədindən bunu da tullayaq keçsin. İçində də səbət qaldı. Bunu da 2 saat sonra yərəm, yəni ki, qalar akşam yeməyim. Akşamda da inşallah yəni ki, bir neçə abur-cuburum qalıb. Yəni onda burada gərək üçünü yox, ikisini alardım. Yalnızca bu da burada oldu. Belə, yəni ki, indi günorta yeməyimizə yedik, indi keçək akşam yeməyimizə. Hə dostlar, yəni ki, indi axşamdır, hal-hazırda saat 12-yə 10 dəqiqə işləyib. Yəni ki, qaranlıqdır, burada da işıq saat düşmür deyə biraz qaranlıq görsənir. İndi, yəni çayxanadaydım, uşaqlarla indi gəldim videonun davamı çəkməyə. Bu günlərdə videonu inşallah saat 12 tamına qədər qoymaq fikrindəyəm. Gördüyünüz kimi bir dənə kraks almışam, krakdadır. Salpik, belə bir kraksdır. Sonra da paket belə bir şeydir, yəni ki, bunu da bilənlər bilir, dadı çox qəşəngdir, belə supermarketlərdə də satılandır. Bunun, yəni belə məhəllə marketində zatda satılanlardandır. Yəni bilmirəm, belə supermarketdə satılan məhsul oxşamı, yəni. Sizə bunu yeməyə. Bu yəni ki, çayla çox ideal gələn bir şeydir. Görünüşündən sizə göstərim. Üstü belə şokoladlıdır. Yəni belə bir dad var. Çayla qəşəng gələn bir, yəni ki, şirniyyatdır. Demişdim gələndə kola aldım, amma yadımdan çıxdı. Belə quru da çox pis gelir.
Ne dediyim kimi, bunlar məhəllə marketlərindən almışam. Yəni bu maksimum supermarketlərdə 80 qəpik, 60 qəpik arası olar. 60-80 belə olar. Bu da çox vaxt İran məhsul deyə bu. Gördüyünüz kimi İran hərflə yazılır. İran məhsul olduğuna görə bu da qiyməti 30 qəpikdir. İran məhsullarının abur-cuburlarına nisbətən yəni ki, ucuz olur. Ucuz olmağına nisbətən ancaq dadları həqiqətən yaxşı verir. Göstərmək yadından çıxdı, duzlu bir pisendir. Bunu da yeni videoya dayandırmaq içindən yəni quru getmir. Yadından çıxdı kola olmaq. Bu kola ilə nəyə deyəm ki, tam rəng adam xoş gələn bir rəz dadı olmaz, amma duzlu peçeniya ilə kola yəni ideal bir şeydir. Qəşəng gedir. Tuzlu peçeniya ilə bunu qarışdırıb da ikisini bir anda ağzıma attım deyə daha çox qəribə gəldi. Belə videomuzun da sonuna gəldik. Bunu ağzıma çiyim sonlaşam. Videomuzun da sonuna gəldik. Videoya like və abunə olmağı unutmayın. Səhər, gün, orta axşam, yəni 24 saat sırf abur-cubur yedim. Belə videoların davam gəlməyi istəyirsə, təbii ki, bunu mənə like ataraq bildirə bilərsiniz. Məqsədim 10.000 abunə olmaqdır. İnşallah tezliklə olarıq. Bu videoya da tam-tamına 30 like istəyirəm. Siz tez-tez comment, like, abunə olsanız bir o qədər də mən videolarım tez-tez gələr. Belə, sağ olun, salamat qalın, özünüzə yaxşı olun.